çıxış üçün təsnifatın qalibi 14,200 xal toplamışdı. Uğurlar Nikita Simonova və inanaq ki, bu dəfə də təsnifatda olduğu kimi finalda da möhtəşəm çıxış nümayiş etdirəcək. Öz çıxışına çox çətin hərəkət sayılan Balangin hərəkəti ilə başladı. Daha bir uçuş hərəkəti. Bəli, çox səlis, səliqəli yerinə yetirir. Artıq proqramını sonlandırmalıdır. İnişdə də çox yaxşı